Salam, hər vaxtınız xeyirli olsun əziz dinləyicilərimiz. Saatlarınız 16:06-dır və o deməkdir ki, Sağlam Radio 93 FM-də siz biznesin nəbzini dinləyirsiniz. Bu gün də çox maraqlı bir proqramımız olacaq. Mikrofon qarşısında isə mənəm, Akşin Kazımoğlu. Bəli, əziz dinləyicilərimiz, uzun bir fasilədən sonra təbii ki, yenə sizinlə bərabərəm. Mənim dəyərli həmkarım, buradan təbii ki, bizim hər gün sizinlə efiri bölüşən, bizim aparıcımız, dəyərli dostumuz bugün öz müəyyən səhhəti ilə bağlı, işləri ilə bağlı burada deyil, amma çalışacağam ki, bu 45 dəqiqə ərzində, 1 saat ərzində məsələ çox maraqlı bir söhbətə sizinlə şahidlik edim və dəyərli bir iş xanımını sizə tanıdım və onun uğur hekayəsini sizinlə təbii ki, bölüşək. Bəli, əziz dinləyicilərimiz, hər gün Paşanın təqdimatında izlədiyiniz Biznes Nəbzi məhz bugün mənim, Akşin Kazımoğlu'nun təqdimatında siz dinləyəcəksiniz. Qeyd edim ki, bizim bugün qonağımız da artıq studiyamızdadır. İstəyərdim ki, vaxt itirmədən qonağımızı sizə təqdim edim. Daha sonra təbii ki, müzakirə üçün suallarımız çoxdur. Bugün bizim iş xanımı həm iş xanımı deyərdim, həm də uğurlu bir xanımdır. Bir neçə biznesi artıq əlində cəmləşdirən və uğurlu fəaliyyəti ilə sahibkarlar arasında seçilən dəyərli Qərənfil xanım bizimlə bərabərdir. Artıq yeni dostlarımızdandır. Salamlayıram sizi, xoş gəlmisiniz. Xoş gördük, hər kəs salamlayıram. Dəvətiniz üçün təşəkkürlər. Düşünürəm ki, qarşıdakı bu 1 saat ərzində çox maraqlı söhbətimiz olacaq və bizim o yeni belə deyərdim də sahibkarlığa can atan xanımlarımız sizdən bir çox şeylər öyrənəcək. Siz onlara bir motivasiya olacaqsınız. İstəyərdim suallarımıza keçid alaq, artıq söhbətimizə başlayaq. İlk olaraq yolun əvvəlindən başlayaq. Ümumiyyətlə ilk hansı brend üzərində işə başlamısınız? İlk fəaliyyətiniz hansı brend üzərindən başlayıb bu barədə danışardınız. Öncə dinləyicilərimiz, çünki bizdə hazırda tamaşaçılar da izləyir. Çünki bu proqram izləyicilərimiz dinləyir, amma efirdən sonra YouTube-da və sosial platformalarda paylaşılacaq. Bizə bəlli tamaşaçılarımız da var. İstəyərdim ki, öncə bizi dinləyicilər, tamaşaçılar sizi daha yaxından tanısın. Ona görə bir özünüzü təqdim edərdiniz. Mən Qərənfil Bayramova, 35 yaşındayım. Artıq 17 ildir ki, pərdə sahəsindəyəm. Belə baxanda mən hardasa bir 17 il əvvəl, 18 yaşımda bir mağazində təsadüfən satıcılıqla başlamışam. Əməkdaş kimi çalışmışsınız. çalışmışsınız. Əməkdaş kimi, bəli. Elə başlamışam. Eyni zamanda ustalarla vaxt keçirtmişəm. Ustaların işlərindən çox maraqlanmışam. Və zamanla işi öyrəndikdən sonra düşündüm ki, artıq hər bir xanım bir işi bacarırsa, öz ayağının üzərində dura bilər. Artıq işi sıfırından bilmək çox vacibdir bizim dövrdə. Yəni işin detalları çoxdur. Pərdə deyib keçirik əslində bizdə. Yəni pərdə əslində bizim evin ruhudur. Amma ilk işiniz pərdə ilə başlayıb da. Bəli, ilk bax, Qərənfil xanım, hər bir insanın istər əməkdaş kimi çalışsın, istərsə müəyyən qədər həyatında bir xəyalları olurdu. Uşaqlıqdan ki, mən böyüyəndə filan peşə sahibi olacağam və yaxud da ki, ticarətçi olacağam. Siz də işlədiyiniz müddətdə müəyyən bir planlar qurmusunuz da. Sizi məsələn sırf pərdə işinə məşğul olmağa ilhamlandıran nə oldu? Əslində mən hər zaman polis orada gəlirlər yoxsa? Əslində polis olmağı çox arzulamışdım. Yəni mən polislikdən kəsilmişdim 3 balla. Təsadüfən yəni bir ailə tanışının yanında işə başladım. Yəni işə başladığım son 1 ay ərzində satış eləyə bildimsə işi bilmirdim. Heç bir yəni fikrim də yox idi və maddi maraq olaraq məni çəkməyə başladı ki, iş yəqin ki hobi olaraq başladım sözün düzü. Hobi və qazanc gətirirsə, niyə də sevməyim işimi düşündüm. Bəs mənə maraqlıdır. 2 biznes ideyası var, məşğulsuz. Biri pərdə işidir, digəri də bir kofe işidir. Bəli, kofe shopdur. Bu 2 fərqli sahələri bir araya gətirmək fikri hardan gəldi sizə? Necə oldu ki, pərdə, daha sonra kofe məsələsi? Belə deyim, mən kofe tərəfin hər zaman düşünmüşəm ki, restoranım olsun. Və restoran işi çox çətindir. Pərdə işinə baxanda daha yəni çətinliyi çoxdur. Mən Port Curtain pərdə limanı Azərbaycanla çevirsək markanı quranda işləyirdim. Və eyni zamanda coffee shopla işləyən həmkarlarla əməkdaşlıq eləyirdim. Aparatlar satılırdı.
Və düşündüm ki, eyni zamanda həm coffee shopum, həm də pərdəm ola bilər. İş anlayışım yox idi sözün düzü. 3 il bundan öncə başlamışam kofe işinə və hal-hazırda yəni işlərimiz daha da böyüyür sürətlə və gözəl inkişaf eləyir. Çox gözəl. Əziz dinləyicilərimiz, bir daha qeyd edeyim ki, yeni qoşulan dinləyicilərimiz üçün bu gün bizim qonağımız iş xanımı, gənc sahibkar Qərənfil Bayramova bizimlə bərabərdir. O həm biznes, kofe biznesinə, həm də pərdə biznesinə məşğuldur. Təbii ki, siz də əgər qarşıda hansısa bir planlar, xüsusilə də bizi dinləyən xanımlarımız, sizin üçün də Qərənfil xanımın həyat hekayəsi, uğur hekayəsi bir motivasiya ola bilər. Ona görə də proqramımızı sona qədər dinləyin, çünki çox maraqlı söhbətlərimiz olacaq. Suallarım da çoxdur. Mən istəyərdim ki, növbəti bir sualı keçid alım, daha sonra reklam fasiləmiz olacaq. Hər bir işin başlanğıcında təbii ki, çətinliklər olur. İstər maddi, istərsə də ətrafımızdakı insanların o dedikoduları, onların belə deyim də təzyiqləri, istər müsbət, istər mənfi. Kimlərsə deyir ki, sən onu bacara bilməyəcəksən, kimlərsə paxıllıqdan, kimlərsə səni istəyərəkdən. Sizin üçün yolun əvvəlində qarşılaşdığınız ən böyük çətinlik nə oldu? Ən böyük çətinlik mənim birinci çalışdığım firma oldu. Hansı ki, mən oradan işdən çıxdım. 10 ilə yaxın orada fəaliyyət göstərirdim. Ən böyük çətinliyi o xanım mənə yaratdı. İşlədiyiniz məkandakı xanım. Məkandan çıxdığıma görə çox mənə problemlər yaratdı, yoluma, qarşıma çox çıxmağa başladı. Bu əslində normal bir haldır, çünki Bəli, çünki bir insan bir işin içində sıfırdan böyüyürsə, demək ki, daha çox bacarır. Qarşıma hər zaman əngəllər çıxıb və çıxacaq, bunu düşünürəm. Yəni bu hər kəsindir. Prosta motivasiyadan heç vaxt düşməmək lazımdır. İşini sevsən, dəyərləndirsən və hər zaman yəni irəli gedəcəksən, arxaya baxmadan. Bəli. Odur ki, əziz xanımlar, əziz bəylər, fərqi yoxdur. İş görmək istəyənlər kiminsə sözünə heç vaxt qulaq asmayın. Əlbəttə. Kim nə deyirsə desin, əgər qarşıda bir məqsəd qoymusunuzsa, bir hədəfiniz varsa, çalışın, büdrəyərək də olsa, nə bilim, çətinlikləri görməzdən gəlib o işin üzərinə gedin, qorxmayın. Çünki ətrafdakı insanların sözünə qulaq assaq, doğrudan da həyatda uğur qazana bilmərik. Əlbəttə ki, deyir ki, qonşuya bax, yəni qonşun səni qınıyar, söz deyər deyə düşünən çox sözlər, misallar var. Amma hər zaman məsləhət görürəm, heç kimi görməyin. Ancaq özünüzü, öz yolunuzu, uğurunuza ancaq odaqlanmaq lazımdır. Bəli. Təşəkkür edirik Qərənfil xanım. Mən istəyərdim ki, söhbətimizə davam edəcəyik, amma qarşıda bizim bir qısa reklam fasiləmiz var və reklam fasiləsindən sonra mövcud suallarımızla söhbətimizə davam edəcəyik. Əziz dinləyicilərimiz, siz isə dalğanı dəyişmirsiniz, 93 FM-i dinləyirsiniz. Qarşıda reklam fasiləsi və bir musiqi parçamız olacaq. Daha sonra söhbətimizə davam edəcəyik. Biznesin nəbzi bizi dinləməklə mütəxəssislərdən öyrənəcək, səhvlərdən çəkinəcəksiniz. Bəli, əziz dinləyicilərimiz, bizi dinləməklə doğrudan da problemlərdən uzaq duracaqsınız, çalışacaqsınız ki, öz biznesinizi inkişaf etdirəsiniz. Çünki biz doğrudan da öz sahəsində, öz qurduğu biznesdə sözünü demiş, uğurlu iş adamlarını çalışırıq ki, hər gün, hər həftə sizə tanıdaq və təqdim edək. Məsələ bugünkü xanımımız da qonaq, təbii ki, qonağımız da Qərənfil xanım da o iş adamlarından da artıq neçə ildir öz biznesinin inkişafına çalışan xanımlardandır. Bir daha xatırladıram və qeyd edirəm ki, bugün bizim studiyamızın qonağı məsələ iş xanımı Qərənfil Bayramova bizimlə bərabərdir və o həm pərdi biznesinə məşğuldur, həm də coffee shop biznesinə məşğuldur. Sizin də suallarınız varsa, təbii ki, Qərənfil xanıma 055 93 490 93 nömrəsinə suallarınızı yaza bilərsiniz, amma yazılı şəkildə hər bir sizdən gələn sual səsləndiriləcək, fikir səsləndiriləcək. Qərənfil xanımın dostları, rəfiqələri də hazırdır, bizi dinləyirsə, rahatlıqla, çəkinmədən öz suallarını bizə yaza bilər. Mən bildiyim qədərilə bizə hətta hazırda Türkiyədən də dinləyirlər. Buradan bütün Türkiyədə bizi dinləyən bizim Türk dəyərli qardaşlarımızı, bacılarımızı da salamlayırıq. 93 FM hər yerdə dinlənilir. Həm musiqisinə görə, həm təqdim olunan verilişlərə görə hər zaman sevilir və dinlənilir. Öncə də qeyd etdiyim kimi. Davam edək söhbətimizə Qərənfil xanım. İstərdim bir qadın sahibkar kimi sizi daha çox sınağa çəkən məqamlardan danışaq. Düzdür, hər bir sahibkar belə deyim də ayaqda qalması doğrudan da çətindir. Çünki özüm də bir kiçik sahibkaram. Çox çətinliklərlə üzləşirik. Amma xanımlar üçün bu 2 qat çətindir də. Yəni kişi yenə özü müəyyən qədər idarə edə bilir, ayaqda qalmağı bacarır.
cəmiyyətdə biraz xanımlar üçün daha çətindir bu məsələ, bu məqam. Sizin üçün bu istəyərdim bu mövzuya bir toxunaq, fikirlərinizi alaq. Çətindir xanımlar üçün, amma artıq əvvəlki gözdən baxmaq lazım deyil. Artıq bir xanımlar da sözünü deyə bilirsə, bugünkü gündə öz ayaqlarının üstündə dura bilirsə, yəni biznes sahibi ola bilərlər. Çətinlik kimi mən heç nəyi dəyərləndirmirəm. Hər qarşımıza çıxan çətinlik əksinə bizim sınağımız kimi düşünürəm. Ki bu zaten çıxmalıdır çətinlik. Çıxmasa həyatın necə rahat olduğuna alışacağıq. Sonra qarşıdakı çətinliklərlə mübarizə apara bilmərik. Onun üçün yəni heç kim düşünmürəm ki, çətinliyə baxmasın, arxaya baxmasın, ancaq nə istəyir dəqiq bilsin. Bəzən insan hansısa bir işdə çətinlik görəndə və yaxud da ki, problemlərlə üzləşəndə artıq imtina etmək istəyir də. Hətta mənim özümün də arada ağlımdan keçir. Deyirəm, artıq bu işi dayandıracağam, gedib başqa bir işlə məşğul olacağam. Müəyyən, nə bilim, hesabatda və yaxud da ki, əməkdaşlarla anlaşılmadıqda artıq işdən yorulursan, tükənirsən. Sizdə bu an olubmu ki, heç imtina edib geri çəkilmək istədiyiniz məqam? Yox, məndə yəni heç vaxt imtina etməyi düşünməmişəm. Siz inatçısınız, İnatçıyam. Mən biraz çox tərs insanam. Daha çox böyük əngəl çıxdıqca daha çox aşmağı sevirəm. Əksinə, yəni hər zaman düşünürəm ki, hər şey pozitiv yanaşmaq lazımdır. Biz pərdədə müştərilərlə işləyirik, müştərilərin kaprizini çəkiriksə, onlar bizim qonağımız kimi, evimizə gəlmiş bir qonaq kimi davranırıq. Yəni heç nə çətin baxmaq lazım deyil. Mən sizə də məsləhət görürəm. Bugünkü gündə kaosa çevirmə o qədər çox problem var ki, bizdə təmir gedir hal-hazırda coffee shopda. Təmirdə ustalarla yaşanacaq problemləri deyim, işçilərin yaratdığı problemləri deyim, müştərilərlə çıxacaq problemləri deyim. Bu hər zaman var. Amma bunu görmək lazım deyil. Bu yəni hər zaman olacaq bir şeydir. Həyatımızın bu yəni necə izah eləyim ki, bir mərkəzidir. Problem var. Yaxşı ilə necə söz var idi, unutdum. Yəni problem hər zaman var. Hər zaman var, yaxşılıq da var. Sən o problemi görmə, yaxşılığa bax. Müsbətə bax da, müsbəti düşün hər zaman, bəli. Neqativlərdən uzaq ol. Əlbəttə ki, biri sənə pislik eləmək istəyirsə, sən ona gül ver, daha da elə pozitiv qarşıla ki, qoy insan özü utansın sən eləyəcəyi pislikdən. Bəli. 055 934 9093 əziz dinləyicilərimiz bizim efir nömrəmizdir. Yaza bilərsiniz. Könlünüzdən keçən fikir, sual varsa, təbii ki, Qərənfil xanıma ümumiyyətlə bizneslə bağlı suallarınızı yaza bilərsiniz. Qərənfil xanım, ümumiyyətlə bazarda bu gün biznes sferasında əsas elə ən çox coffee shoplardır bu gün. Görürsən ki, hər 10 sahibkardan bir 4-ü ikinci biznes olaraq çalışır ki, bir balaca ya restoranı olsun və yaxud da ki, bir coffee shop məkanı və pərdəni deməzdim, amma coffee shop bu gün çox dəbdədir və xüsusilə də gənc sahibkarlar biraz bu coffee shoplara maraqlıdır. Bilmirəm, bu işdə yaxşı gəlir var, yoxsa nədən irəli gəlir? Hər kəsin çox maraq dairəsindədir. Bax, sizi digər coffee shoplardan, digər bu biznes belə deyim də sahibkarlardan fərqləndirən cəhət nədir öz bizneslərinizdə? İstər pərdə sferasında olsun, istər bu sferada. Coffee shop tərəfdən sual verəcək olursunuz. Mən balaca mini butiklə başlamışam. Yəni mən ağız dadına daha çox düşkünlüyəm ki, göstəriş önəmli deyil, dad əsasda. İnsan bir dəfə kofeni içirsə və yaxud da çayı içirsə, limonat içirsə, onun dadına görə gəlir. Və minimalla başlasaz, yəni şirin butiklərlə başlamaq istəsəz, mən daha çox məsləhət görərdim. Çünki böyük obyektlər açırsız, zərər daha çoxdur. Bugünkü dövrümüzdə çox coffee shop bağlanır, açılır. Yəni bu heç də yaxşıya doğru getmir. Amma pərdə tərəfindən isə mən sıfırından olduğum üçün, yəni hər zaman onun çətinliyini bilirəm, rahatlığını da bilirəm. Onun üzərindən yəni nə suallarınız olursa belə tək-tək cavablandıra bilərəm. Ağlıma belə düşündükcə bir şey gəlmir. Hər şey mənə çox asan gəlir deyə. Sizin üçün artıq bu sahə adiləşib. Bəli, yəni çox çətin deyil. Gözümdə böyüdə bilmərəm. Bəli, əziz dinləyicilərimiz, bax, suallarınız varsa Qərənfil xanıma fürsətdir, yazın. Hazırda bəzi xanımlarınız, xüsusilə də biraz xanımlarınız bu pərdə işinə məşğul olmağa maraqlı olur. Mən belə görmüşəm. Sualı olanlar sualını yaza bilər. Bu arada mən sponsorlarımıza təşəkkürümü bildirəcəm. Proqramımızın baş sponsoru dünya brendi olan Veka brendidir. Qeyd edim ki, əziz izləyicilərimiz, əziz dinləyicilərimiz, siz də evlərinizdə keyfiyyətli qapı və pəncərə profilləri axtarışındasınızsa, o zaman Veka Azərbaycan məhsullarını seçə bilərsiniz. Hər zaman etibarlıdır.
bazarda rəqib tanımır, istər paytaxt Bakımızda, istərsə də bölgələrimizdən birbaşa müraciət etməklə proqramımızda da artıq nömrələrini də səsləndiririk. VK haqqında mütəmadi bizim VK markasının Azərbaycan üzrə nümayəndəsi qonağımız olur. Daha ətraflı şəkildə sizə məlumatları təqdim edirik. Əgər evinizdə, ofisinizdə keyfiyyətli qapı və pəncərə profilləri axtarışındasınızsa, o zaman mütləq və mütləq VK brendinə müraciət edə bilərsiniz. Digər sponsorumuz isə təbii ki, bizim baş sponsorlarımızdan Abşeron Ticarət Mərkəzidir. Qeyd edim ki, 1500 hektar ərazidə yerləşən Abşeron Ticarət Mərkəzi minlərlə sahibkarın və təbii ki, müştərilərin, alıcıların güvən yeridir. Burada bütün sahibkarlarımıza çox gözəl şərait yaradılıb. Məsələn, siz əziz sahibkarlarımız, qeyd edim ki, Dərnəgül bazarda artıq sökülmək üzrədir və bütün Dərnəgül bazarındakı sahibkarlarımız da daşınır Abşeron Ticarət Mərkəzinə və günü-gündən orada həm insanların rahat alış-verişi üçün imkanlar genişlənir, həm də ki, sizin asudə vaxtınızın gözəl keçirilməsi üçün imkanlar yaradılır. Məhz bu gün mən oradaydım və doğrudan da Abşeron Land və digər əyləncə mərkəzləri var ki, gedirsiniz ora, övladlarınız orada gözəl atraksiyonlardan, əyləncə imkanlarından istifadə edir. Məsələn, oradakı restoranlarda gözəl təamlardan dadırsınız və eviniz üçün lazım olan bütün məişət əşyalarını, tikinti materiallarını da bir ünvandan alırsınız və gəlirsiniz evinizə. Və ən əsası xatırladım ki, burada gəlirsiniz avtomobilinizi rahatlıqla saxlamaq üçün sizə parking xidməti də göstərilir. Ən əsası ərazi tam mühafizə olunub, yəni yanğından mühafizə, təhlükəsizlik çox yüksək səviyyədədir. Lökbatan yolunun üzərində yerləşən Abşeron Ticarət Mərkəzinə istənilən halda baş çəkməyiniz tövsiyə olunur. Bu arada qeyd edim ki, may ayının 10-unda bizim məsələn Abşeron Ticarət Mərkəzində böyük bir festival olacaq. Demet Akalın orada möhtəşəm bir konserti olacaq. Yerli müğənnilərimiz də iştirak edəcək. Fevral ayı bu ayda keçirilən konsert təxirə salınıb artıq may ayının 10-una. Məsələn, gedirsiniz Abşeron Landdə və Abşeron Mallda alış-veriş edirsiniz 50 manatlıq. Həmin qəbzləri yaxınlaşırsınız baş ofisə, orada çeklərlə dəyişirsiniz bileti və tam pulsuz şəkildə siz də bu festivalda iştirak edirsiniz. Bu fürsətdən də yararlana bilərsiniz. Hələ ki vaxtda var, yəni artıq biletlər məhdud saydadır. Möhtəşəm festivalda iştirak etmə imkanınızdan siz də yararlanın. Bu arada Demet Akalının konsertinə Qərənfil xanım, sizə də biletimiz var, inşallah təqdim edəcəyik. Yəqin ki, getmək istəyirsiniz. Əlbəttə ki. İnşallah. Bəli, təşəkkür edirik. Abşeron Ticarət Mərkəzinə hər zaman vətəndaşlarımızı düşünür, həm qiymətlərdə, həm də təbii ki, onların belə deyərdim də istirahətlərində. Digər sponsorumuz olacaq Status Qrupa. Status Qrupa da müraciət etməklə evlərinizin təmir, tikinti, interyerini həvalə edə bilərsiniz. Gəlirsiniz Yaşılada 2 ünvanına, burada ixalçıdan və istehsalçıdan bütün tikinti materiallarını seçirsiniz, alırsınız və işinizi də etibar edirsiniz bu peşəkar komandaya. Boş torpaq sahəniz varsa A-dan Z-yə, layihələndirmədən hasar təhvilinə qədər məhz bütün xidmətlərdən yararlana bilərsiniz. Təşəkkür edirik. Məsələ Status Qrup Təmir, Tikinti, Dizayn şirkətinə. Biznesin nəbzi. Bizi dinləməklə mütəxəssislərdən öyrənəcək, səhvlərdən çəkinəcəksiniz. Biznesin nəbzi. Bəli, sponsorlarımıza bu qədər təşəkkürlərimiz bitdi və mən istəyərdim ki, söhbətimizə davam edək. Sizə ilklərdə dəstək olan kim oldu? Biz bu negativləri qoyaq bir kənara. Dedik ki, kimlər mane olub, kimlər sizin uğurunuza paxıllıq edib, bunları siz etiraf elədiniz. Bəs sizə işlərdə dəstək olanlar kimlər oldu? Ailə üzvləri, dostlar? Birinci ailə üzvlərim oldu, ən böyük dəstəkçim ki, sən bacaracaqsan və o eyni zamanda da türk dostlarım, onlar çox dəstək oldular. Yəni onların bu gün varlığına çox şükür eləyirəm. Yaxşı ki varlar. Yaxşı ki gözəl insanlar qazanmışam. Biz elə 87-11 nömrəsindən Yavuz bəy yazıb, salamlayırıq buradan. Bizim elə türk dostlarımızdandır. Yazıb ki, salamlayır bizi, İstanbuldan yazır. Yazıb Qərənfil xanım 2 işlə belə 2 iş onun üçün belə çətin olmurmu? Çünki o türk dilində yazır. Mən çalışıram onu bəli, öz dilimizdə tərcümə eləyim. 2 işdə işləmək sizin üçün çətin deyilmi yazıb dostunuz? Dostumu salamlayıram. Abdullah Yavuz. Çox sağ ol, sağolun üçün təşəkkür eləyirəm. Yox, çətin deyil. Günün birinci yarısı pərdə işimdə oluram, günün ikinci yarısı isə kofe işimdə oluram. İkisinə də yetərincə çata bilirəm.
Deyir mən ona həsrət aparıram deyir. O iki işi bir arada necə görür? Hep ona her zaman deyir. Ailə dəstəyi necə oldu bu işlərdə Ailə sizə? dəstəyim oldu. Motivasiyada heç vaxt qoymadılar düşsün. Eyni zamanda Yavuz yaxın dostlarımdan biridir. Orhan abim var, çox istədiyim insanlardan biridir və onlar çox dəstək oldular. Yəni Bəs biz buradan gəl bir motivasiya yönümlü mesajlar da ötürək. Yeni başlamaq istəyən xanımlara xüsusilə də nə tövsiyə edərdiniz? birinci seçəcəkləri peşə çox önəmlidir. Hansı sahədə, yəni işləmək istəyirlərsə, işin detallarını bilmək çox vacibdir. İşi bilmədən iş gördüyün zaman batmaq riski hər zaman var. Amma işi nə qədər ki, kiçik detallarına qədər bilsəz, sıfırdan başlasaz, o qədər yəni uzun müddətli siz iş qura bilərsiniz. Bəs müştərilərə münasibətdə hansı prinsiplər üstünlük verirsiniz? Öz əməkdaşlarınıza idarə etmədə əsas sizin prinsipləriniz nədən ibarətdir? Siz onlara hansı tapşırıqları verirsiniz ki, müştərilərlə davranış qaydaları olsun, idarə etmədə məsələn, sizin prinsipləriniz bizə maraqlıdır. Bizim iş kollektivimi çox sevirəm. Çox mehriban insanlardır. Mən hər zaman deyirəm, iş birinci məndə başlayırsa, bizim ustada bitir. Yəni hər kəs öz işini o qədər peşəkardır ki, bizim mağazinə gələn hər bir müştəri evə gəlmiş kimi qarşılanır. Yəni çox sevilən şəkildə, istədiyi şəkildə rahat, komfortunu sağlayırıq. Birinci növbədəki komfort çox vacibdir. Komfortlu olduğu halda pərdə seçimlərdə çox gözəl şəkildə nəticələnir. Və şükürlər olsun ki, mən 17 ildir işləyirəm. 17 ildə heç bir müştəri məndən narazıçılıq, yəni yaşamayıb. İnşallah ki, bundan sonra da yaşamaz. Hər zaman çox doğma münasibətimiz var, danışırıq. Bu işlərlə bağlı olaraq, yəni siz işlərə başlayandan sonra artıq networkinglərdə, görüşlərə daha çox qatılmağa başladınız, yoxsa əvvəldən? Yox, işləri qurandan sonra daha çox başladım. Bu da yəqin ki, dostların tövsiyəsi olub da sizə. Bəli, bəli. Normalda mənim podruqalarım çox motivasiya elədi ki, sən özün podruqa rəfiqələrim ki, sən öz işini bilirsən, niyə öz biznesini qurmursan? Nə üçün? Yəni hər bir şəraitin var, hər bir rahatçılığın var, müştəri ilə danışıq, yəni potensialın var. Niyə də olmasın? Niyə də olmasın? Çünki hər kəs öz biznesinə sahib xanımlardır və bugünkü gündə çox yəni təşəkkür eləyirəm ki, gözəl rəfiqələr yığmışam ki, onlar mənə çox belə pozitiv motivasiya eləyərək irəli dartır. Bəli. Bu da önəmli şərtlərdən biridir, bəli. Önəmlidir. Uğur qazanmaq üçün vacib xüsusiyyətlər nədir? Bax, özünüzdə o hansı xüsusiyyətlər var ki, bax, o uğurun açarı sizdədir? Özümə çox güvənirəm. Ən əsası. Özgüvən vacibdir. Özgüvən çox vacibdir. Özümə çox güvənirəm və verdiyim qərarları heç bir zaman sorğulamıram. Çünki qərarı bir dəfə verirsən və düzgün verirsənsə, yəni sorğulamağa ehtiyac olmaz. Bax, hazırda 2 dənə bizneslə məşğulsunuz. Artıq coffee shopun fəaliyyətinə başlamısınız. 3 ildir işləyirik, bəli. Artıq fəaliyyət göstərir. Bəli, bəli. Bir gün biz də sizin qonağınız olarıq inşallah. Əlbəttə ki, sevə-sevə. Tədbirdən sonra gəlib orada istirahət edərik. Mütləq. Hələ ki gərginlik idi bizdə də. Tədbirin gərginliyini yaşayırıq. İnşallah qeyd edim ki, əziz dinləyicilərimiz, may ayının 16-sı məsələ Sibrizdə böyük bir möhtəşəm qala gecəmizdə Qərənfil xanım da bizim dəyərli qonaqlarımız sırasındadır və ödül alan iş xanımlarından biri də Qərənfil xanım olacaq. Bu da bir belə deyərdim də uğurun bir hissəsidir. Bəli, bir parçasıdır. İnşallah çox gözəl bir təqdimatla orada sizi də təbii ki görmək bizə xoşdur. İnşallah ondan sonra biz o həyəcan, stressdən sonra gəlib o məkanda təbii ki həm sizə xeyir verərik, həm də ki xidmətlərinizdən yararlanarıq. Mütləq şəkildə terasımızı biz yeniləyirik, limoncello olmağa çalışırıq artıq. Hansı ərazidə yerləşir o? Azadlıq prospektində yerləşir, Neftçi bazanın yanında. Onda pərdə mağazasına yaxındır. Pərdə mağazası isə Həsən Əliyev 86-da yerləşir, Tonqal restoranının qarşısında. Yaxındırlar. Əziz dostlar, əziz dinləyicilərimiz, baxın, pərdəyə ehtiyac varsa Qərənfil xanımın mağazasına yaxınlaşırsınız və dostlarınızla, doğmalarınızla, ailə üzvlərinizlə də xoş istirahət keçirmək istəyirsinizsə, o zaman digər bizim coffee shopumuza yaxınlaşırsınız. Orada da asudə vaxtınızı keçirirsiniz. Adı var coffee shopun? Coffee shopumuz Pro Coffee'dir. Pro Coffee limoncello gedir. Pərdə mağazası Port Curtain gedir. Çox gözəl. Biznesin yaxın 5 ildə harda görürsünüz? Hədəflər nədir?
filiallar nəzərdə tutmusunuz? Hər metronun çıxışında və yaxud da ki, hər belə deyərdim də prospektdə bir filial nəzərdə tutursunuz, yoxsa deyirsiniz elə birinə kifayətlənir? Çox böyümək mən hər zaman məsləhət çox görmərəm. Çox böyümək bəzi yerdə ziyanlıq verir, çünki eyni zamanda bir neçə işə çata bilmərik. Gözə gəlməklə əlaqəlidir bu, yoxsa? Efor sərf eləmək lazımdır. Artıq enerji şəxsi həyatından, evinizin, eşiyinizdən keçməlisiniz. Bütün gününüzü işə həzr eləməlisiniz. O da alınmır. Bəli, alınmır. Yəni çox çətindir. Allah göstərməsin, birdən çox arzulayanda, yəni bankrota daha çox meylli olur insan. Bəli, ziyana. Məncə yəni balaca olsun, xudmanə olsun, insanlar bacardığı işləri görsün. Artığın yəni istəmək yaxşı bir şey deyil. Amma bu əgər uğurlu olduğu halda niyə də olmasın? Əgər siz bunun öhdəsindən gəlirsinizsə və yaxud da ki, artıq gedişat onu tələb edirsə, yəni bu normal bir haldır. Onlar, misal üçün, mən 3 il əvvəl kofeni açanda məndə take-away olaraq başlamışdıq. Harca 10 kvadrat idi. Amma bugünkü gündə obyekti böyüdərək 150 kvadrata çıxmışıq. Yəni biz bu şəkildə böyüməyə əvvəl ərazisi balaca idi. Ərazisi balaca idi. Yandakı obyektləri birləşdirərək biz ərazimizi böyütdük. Yəni bu şəkildə mən böyüməyə daha çox üstünlük verirəm. Biznesin nəbzi. Bizi dinləməklə mütəxəssislərdən öyrənəcək, səhvlərdən çəkinəcəksiniz. Biznesin nəbzi. Bəli, əziz dinləyicilərimiz, davam edirik. Qısa bir fasiləmiz bitdi və Sağlam Radioda 93 FM-də Biznesin nəbzini dinləyirsiniz və bu gün də yeni bir sahibkarımız və iş xanımı, məsələ Qərənfil xanımın uğur hekayəsindən danışırıq. Bir daha xatırladıram, yeni qoşulan dinləyicilərimiz üçün qonağımız məsələ sahibkar Qərənfil Bayramova studiyamızda qonaqdır. O biznes olaraq pərdi biznesi və coffee shop biznesi ilə məşğuldur. Çox maraqlı söhbətimiz gedir. Qərənfil xanım da özü də etiraf elədi ki, suallar çox maraqlıdır. Mən istərdim ki, qaldığımız yerdən suallarımızı davam edək. Bu arada bir daha məlumat üçün bildirim ki, proqramımızın baş sponsoru hər zaman etibarlı dünya markası olan VK Azərbaycan brendidir. Siz də qapı pəncərə profillərinizi VK-dan seçə bilərsiniz. Digər bizim baş sponsorumuz təbii ki, Abşeron Ticarət Mərkəzidir. 1500 hektar ərazidə yerləşən məsələ Abşeron Ticarət Mərkəzindən siz eviniz üçün lazım olan məişət əşyalarından tutmuş tikinti materiallarına qədər bütün məhsulları sərfəli qiymətlə Abşerondan əldə etmək imkanınız var. Bəli, digər təşəkkürlərimiz olacaq. Bizim sponsorumuz Status Qrupa təmir tikinti dizayn xidmətlərinə görə layihələndirmədən açar təhvilinə qədər Status Qrupa müraciət edə bilərsiniz və digər tikinti materiallarına görə isə təbii ki, ideal tikinti materiallarına mağazasına müraciət edə bilərsiniz. Bizim digər sponsorumuz da məsələ ideal tikinti materialları mağazasıdır. Biz ideal tikinti materialları mağazasına da xüsusi təşəkkürümüzü bildiririk. Məndə də bugün biraz həyəcan var dostlar, çünki 6 aydan sonra, fasilədən sonra mən yenidən mikrofon qarşısındayam və həm də dəyərli bir xanımla üz-üzə təbii ki, həyəcan var. İstəyərdim ki, Qərənfil xanım, biz söhbətimizə davam edək, texniki suallara keçid alaq. Pərdələr neçə qrupa bölünür, bu barədə biz danışardıq. Çünki hazırda bizi dinləyən xanımlarımızın da belə deyim də texniki suallara da təbii ki, cavablandırmaq üçün onlar üçün də maraqlı olar düşünürəm. Buyurun, fikirlərinizi alaq. Pərdələr 2 qrupa bölünür. Biraz mikrofona yaxın, zəhmət olmasa, dost olaq mikrofonla. Buyurun. Pərdələr 2 qrupa bölünür. Jalüz sistemləri və pərdə sistemləri. Pərdələr içində də 2 qrupa bölünür. Şərq pərdələri eyni zamanda Avropa müasir pərdələr olaraq belə deyək 2-yə bölünür. İndiki dövrdə biz daha çox motorlu pərdələr istifadə etməyə başlamışıq. Texnologiya çox dəyişib artıq. Yəni biz eyni zamanda evin içində yaşamadığımız halda, misal üçün Türkiyədən öz pərdəmizi açıb bağlaya bilirik. Yəni telefon vasitəsilə. Artıq texnologiya çox dəyişib. Bu motorlu sistemlər keçir. Belə bir sistemlərin yaranması üçün biz əvvəlcədən evin tikinti vaxtından getməliyik, evləri görməliyik. Bəs bu gün belə deyərdim də, günümüzdə tələb olaraq hansı dizaynda pərdələr üstünlüyü var? Memarlıq və dizayn baxımından insanlar daha çox hansı rənglərə üstünlük verir? 2026-cı ilin dəbi olaraq hansı rənglər və interyerə uyğun modellər sizə təklif olunur, tələb olunur? Minimalizmə getmişik hal-hazırda, yəni sadələşmişik.
modern üslublara daha çox istifadə veririk. Yəni artıq bütün evlər otellər kimi eyni standart rənglərə olur. Məsəl üçün sadə düz tüllər, svetli tonlarda, üstündə bej, korичневый tonlar arasında. Yəni evin dizaynına görə, memarın və dizaynerin verdiyi işə görə dəyişir. Yəni sadəlik. Yəni sadəlik, şıqlıq görsənir. Sadəcə olaraq şərq üslubuna gedəndə çox belə naxış var, bərbəzək var, yəni zəngin olduğunu göstərən bir şeylərdir. Sizcə yenə dəbdəbəli o loru mənada deyilən cicimicili görüntülərə üstünlük verirlər, yoxsa daha çox sadə məhsullara, sadə rənglərə qaçır insanlar? Yeni nəsil artıq sadəyə daha çox üstünlük verir. Meyillidir. Bəli. Amma dönüb əvvələ baxdığımız zaman klassika heç vaxt dəbdən düşmür. Klassika bir müddət sonra yenidən dəbə gəlir. Yəni hal-hazırda saraylarda belə yəni klassik pərdələr istifadə olunur, modern yəni istifadə olunmur. Biz Avropalaşmışıq bu müddət ərzində. Onların üslubunda gedir. Bu istəyərdim artıq proqramımızın gəlib yekununa çatmışıq. Son sayılı dəqiqələrimiz qalıb. Son olaraq istər xanımlarımıza məhsul seçimi baxımından, istərsə də elə ümumi bir uğurlu fəaliyyət baxımından nə tövsiyələriniz vardı? Yəni siz nə tövsiyələr edərdiniz? Birinci xanımlara və bəylərə uğurun ilk başlığında, yəni addım atırlarsa, qərarlarında qərarlı olsunlar. Heç kimi düşünmədən və öz addımlarını atsınlar irəli və geriyə heç bir zaman dönüb baxmasınlar. Bacaracaqlar. Yəni bu həyatda nə istəsən bacara bilirsən. Nə qədər pozitivsənsə, o qədər enerjilər sənə pozitiv şəkildə qayıdır və bu sənin işvə yansıyır. Pərdə baxımında isə pərdə seçimləri yəni razıdır, çoxdur, çox çeşidlər var. Daha çox biz xanımlarla, bəylərlə, memarlarla işləyirik. Ancaq bunu ətraflı şəkildə biz mağazinə dəvət eləyə bilərik və tanış eləyə bilərik. Prosta bilgi verə bilərik ki, təmir əsasında necə olmalıdır, təmirdən sonra necə olmalıdır ki, prosedurları xanımlar bilsinlər və eyni zamanda bəylər bilsinlər ki, səhvlərə yol verilməsin. Çox gözəl. Əziz dinləyicilərimiz, düşünürəm ki, bugünkü proqramımızda biz sizə faydalı ola bildik. Qərənfil xanım həm öz uğur hekayəsindən bağlı müəyyən məlumatları bizim diqqətimizə çatdırdı. Həm iş qurmaq baxımından, həm də məhsul seçimi baxımından bir çox suallara cavab tapa bildik. Təşəkkür edirəm Qərənfil xanım gəldiyiniz üçün, bizimlə bu 1 saatı bölüşdüyünüz üçün. Sonda ürək sözləriniz, başqa fikirləriniz varsa mikrofon açıldı. Buyurun, son fikirlərinizi də alaq. 1 saat, yəni mənim üçün 10 dəqiqə kimi gəldi. Yəni çox uzun gəlmədi. Yəni çox pozitiv insansınız və burada çox gözəl bir yerdir. Mən düşünürdüm ki, həyəcan olur insanlarda, amma yox, əksinə elə deyilmiş. Dəvətiniz üçün təşəkkür edirəm. Gələnə qədər çox həyəcan yaşayırdınız. Fikirləşirdiniz ki, mən bu 1 saatı nə cür idarə edəcəm? Əlbəttə ki, amma belə baxdım ki, axım su kimi keçir və necə zamanın bitəcəyini bilmirsən. Əslində hər şey kənardan göründüyü kimi deyil. Göründüyü kimi deyil, bəli. İşin içində olanda daha da reallığına qayıdırıq. Təşəkkür edirəm gəldiyiniz üçün. Minnətdaram. Bəli, əziz dinləyicilərimiz, bu gün biz 93 FM-də məsələ biznesin nəbzini sizə təqdim etdik və düşünürəm ki, bugünkü proqramımızdan çox razı qaldınız. Biz də sizin üçün çalışırıq ki, daha faydalı olaq və daha dəyərli insanları efirimizə dəvət edək və sizinlə təbii ki, ünsiyyət yaradaq. Bugünkü proqramımız da öz işini yekunlaşdırır. İnşallah qismət olarsa sabah eyni saatda biznesin nəbzi yenə sizinlə bərabər olacaq. Bizi sosial şəbəkələrdən də izləyə bilərsiniz və həftənin 5 günü saat 16-dan 17:00-a qədər dəyişməz dalğamız 93 FM-də Sağlam Radioda biznesin nəbzini dinləyin ki, biznes dünyasında baş vermiş yeniliklərdən məsələ siz xəbərdar olasınız. Özünüzə yaxşı baxın, özünüzü qoruyun. Növbəti görüşlərdə görüşmək ümidi ilə hələlik.